en büyük lezzeti insana sevgi yaradır. Bunun da ispata ihtiyacı yok, sübuta ihtiyacı yok. Sevgi gelen kimi soyuq həyata hərarət verir, istilik verir, lezzet verir. Lezzetin yeganə mənbəyi sevgidir, məhəbbət. Kimi sevmək səni daha çox xoşbəxt edir, heç düş dalıca get gör necə ləzzətdir. Çünki şəhidin hesabına burada rahat oturmuşuq. Baxın, içimizdə namaz qılanlar var, daha gözəl biləcək. Bu bir fəlsəfi sualdır. Şəriətdə 11 dənə nəcasət var, mundar sayılan şeylər. Biri də qandır. Bir insan paltarının üstünə, namaz qılan paltarının üstünə qan düşsə, namaz qılan ki, bu paltarla namaza dayana bilməz. Deyirlər, gərək paltarın da pak olsun. Amma Peyğəmbər deyir, əskər döyüş meydanında qanına bələşsin, şəhid olsun, vacib deyil ona qüsul verəsən. Onun qanı onun quslu sayılır. Qanlı paltarda kəfəni. Bu sual çıxır burada ortaya. Mən namaz qılan üçün paltarın üstünə qan düşsə, nəcis sayılan qan, şəhid üçün necə qüsul sayıla bilər? Qəşəng sualdır da, bunun bir dənə cavabı var. Allah elə şəhidlik məktəbində bu cavabını da verir. Allah deyir, heç kim öz ölümünü şəhidin ölümü ilə müqayisə eləməsin. Heç kim öz qanını şəhidin qanı ilə müqayisə eləməsin. Çünki şəhid yeganə adamdır ki, insandır ki, o məqama yetişib ki, canı ilə, qanı ilə Allah yolunda ticarət edibdir. Allah deyir, baxmayın şəriətdə qan mundardır. O da mənim üçün axıdılanda dəyər tapır. Deməli, həyatda hər şeyin dəyəri insanla ölçülür. Bir dənə insan dəyəri kimlə ölçülür? Aləmlərin Rəbb olan Allahla ölçülür. Ona görə insan özünü Rəbbinə fəd eləməli. İstənilən şəxsin telefonuna giriş edə bilirdim. Azərbaycan və xarici şirkətlərin kompüter sistemlərinə qanunsuz daxil olmada və digər kiber cinayətlərdə təqsirləndirilən Zeromap məhdud məsuliyyətli cəmiyyətinin icraçı direktoru olan Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. İttiham aktına əsasən Tural Əliyev 2020